onurğalı heyvanların bədən örtükləri. Xarici bədən. Uşaqlar biz bilirik ki, heyvanlar iki cür olur. Onurğasız heyvanlar və onurğalı heyvanlar. Onurğalı heyvanlar sizcə hansılardır? Balıqlar, sünənlər, suda quda yaşayanlar, quşlar, məməllər nə sayılır? Onurğalı heyvanlar sayılır. Uşaqlar, balıqlar harda yaşayır? Suda yaşayır. Aysa, onun üçün suda yaşayırsa nələr tənəffüs eləməlidir? Gəlsəmələrlə tənəffüs eləməlidir. Və balıqların bədəninin üzəri xaricidən sümük mənşəli pulcuqla. İndi ora pulcuq yazıb uşaqlar, ora yazır sümük mənşəli. Nə yazsınız? Sümük mənşəli. Sümük mənşəli pulcuqlarla örtülür və siliklə zəngindir. Nə ilə? Siliklə zəngindir. Ona görə də balıqların bədəninə fikir verirsə, əlimizi vuranda əlimizdən sürüşür. Niyə? Çünki silikli vəzlərlə zəngindir. Sonra uşaqlar, gəldi şeylərə, amfibilərə. Amfibilər qurbağalardır da, yəni normal sinirdə qurbağalardır. Bunların bədənində pulcuq yoxdur. Amma yenə nədir? Siliklə zəngindir, nəmlidir. Balıqlarda həm pulcuq var, həm nəmlik var. Qurbağalarda pulcuq yoxdur, amma nəmliyi çoxdur. Çünki qurbağalar həm suyun içində, həm quruda yaşaya bilər. Aysa, qurbağalar bəzən uzun müddət quruda qalanda, bunların bədənin üzəri pulcuqlaşıb, qurumaqdan qoruya bilər. Nəmlik nə verir onlara? Qurumaqdan qorumaq müzəsini verir. Oldu uşaqlar, belə. Sonra gəlir sünənlər. Sünənlər isə dərisində vəzi yoxdur, amma pulcuq var. Pulcuq yox idi, vəzi var idi. Burada nədir? Pulcuq var, amma vəzi yoxdur. Quru və pulcuqsuz dəridən ibarətdir. Uşaqlar, sünənlərə nə aiddir? İlanlar, kərtənkələr, timsahlar. Biz buna niyə sünən deyilik? Bədənlərinin müəyyən bir hissəsi yerlə süründüyü üçün. Uşaqlar, bunlar onurğalıdır. Bu da ancaq ümumiyyətlə biz keçdiyimiz bu 5 dənə heyvanın 5-idir, ancaq var daxili skelet. Nə var? Daxili skelet. Bədənlərini xaricdən örtən pulcuq, ya sümük mənşəli pulcuqdur, ya buynuz mənşəli pulcuqdan ibarət. Buynuzlar və pulcuqdan ibarətdir. Amma tısbağada daxili onurğa ilə, daxili skeletle yanaşı üzərini çanaq örtür. Düz demirəm. Bu çanaq da bunların xarici skeleti sayılır. Yəni sırf tısbağada daxili onurğa skeletinə yanaşı, xarici skeletə də neyini rast gəlir. Çanaq onu neyini xarici təsirlərdən qoruyur. Bu çanaq da nə mənşəlidir? Sümük mənşəli. Oldu? Belə. Gəldik quşlara. Quşların bədəni ilə örtülüb lələklərlə. Nə ilə? Lələklərlə. Lələklər quşlara aid xüsusiyyətlərdir. Başqa biz canlılarda lələk adını çəkmirik. Lələklərin növünə, lələk ibarət, lələk oxundan və lələk milindən ibarət. Uşaqlar, bu lələklərin yerləşmə yerinə qədər növləri var. Qanatlarında varsa quş neyinir? Qanat çalır. Onda qanatda olan lələyin adı nədir? Çalma lələk. Qanadın altında olan lələyə yazırıq çalma. Qeyd apar yazırıq çalma lələk. Tüm qanatlarda olan lələyin adı nə oldu? Çalma lələk. Bədəninin üzərini örtən lələyə biz nə deyirik? Örtük lələk. Bədəninin üzərini örtən lələyə biz nə deyirik? Örtük lələk. Amma quyruğunda olan lələyə biz nə deyirik? Sükan lələk. Nə deyirsən? Sükan lələk deyirsən. Uşaqlar, bunların lələyi nə mənşə olacaq? Buynuzlaşmış, buynuz mənşəli lələkdən ibarətdir. Quşlarda yalnız bir növ vəzi var, o da büzdün vəzi. Nə var? Büzdün vəzi. Harada yerləşir? Bədəninin arxasında, büzdünün üzərində yerləşir. Və bu nə xarici eləyir? Pil. Nə xarici eləyir? Yağ, pil. Bunun funksiyası nədir? Quşlar o dimdiyi ilə arxaya çönür, o pil vəzisini əzir, pil bədəninin səthinə yayılır. Bu da suda nə etməkdən qoruyur? Suda batmaqdan, islanmaqdan qoruyur. Nə elədir? Suda islanmaqdan qoruyur. Gördünüz uşaqlar, quşlarda buynuzlaşmış lələk örtüyü var. Ancaq bir dənə vəzi oldu. O hansı vəzi oldu? Bu büzdün vəzisi oldu. Oldu, nə oldu? Büzdün vəzisi oldu. Keçdik məməlilərə. Məmələrin bədəni xaricdən örtülür uşaqlar. Tüç örtüyündən. O da buynuz mənşəlidir. Amma məməlilərdə vəzilər çoxdur. Hansı vəzilər var? Süd vəziləri, tər vəziləri, piy vəziləri.